Turiba Universitetində təhsil almaq istəyirsinizsə, videonu sona qədər izləməyinizi tövsiyə edirəm. Turiba Universiteti 1993-cü ildə Latviyanın paytaxtı Riga şəhərində təsis olunmuş özəl universitetlərdən biridir. Burada bakalavr, magistratura, doktorantura təhsil almaq mümkündür. Dərslər ingilis dilində keçirilir. Bu səbəbdən təhsil almaq üçün ingilis dili biliyinizin olması vacibdir. Əgər IELTS, TOEFL kimi beynəlxalq imtahan nəticələriniz yoxdursa, narahat olmayın. Duolingo imtahanı verərək cəmi 100 bal toplamaqla da universitetə müraciət edə bilərsiniz. Turiba Universitetinin ən böyük üstünlüklərindən biri isə yataqxanasının olmasıdır. Aylıq yataqxana haqqı cəmi 85 avrodur. Təhsil haqqı isə Azərbaycan vətəndaşları üçün illik 2500-3100 avro arasında dəyişir. Qəbul prosesi, sənədlərin hazırlanması, universitet və viza müraciəti zamanı sizə tam dəstək oluruq. Bu fürsəti qaçırmayın. Əgər siz də Latviyada keyfiyyətli təhsil almaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.